Salam, mən Cənub Psixologiya və Reabilitasiya Mərkəzinin fizioterapist və reabilitoloqu Könül Bağırova. Bu gün sizlərlə uşaqların fiziki inkişafı mövzusunda danışmaq istəyirəm. Uşağın fiziki və statomotor inkişafı valideynlər üçün ən həssas mövzulardan biridir. Fiziki inkişaf nədir, gecikmə səbəbləri və korreksiya metodları haqqında sizləri məlumatlandıracağam. Uşaqlarda fiziki inkişaf dedikdə yalnız boyun uzanması və çəkin artması deyil, həm də orqanizmin skelet, əzələ, sinir və digər sistemlərin formalaşması, hərəkət qabiliyyətinin təkmilləşməsi nəzərdə tutulur. Fiziki inkişafın bir neçə əhatə dairəsi var. Mən sizlərə statomotor funksiyalar, boynu və başını dik tutma, sərbəst oturma, iməkləmə, yermə və qaçma kimi hərəkət vərdişləri, yəni uşağın bədənini məkanda idarə etmək, müvazinətini saxlamaq və sərbəst hərəkət etmək qabiliyyətini düzgün inkişaf etdirməsindən bəhs edəcəm. Əgər övladınız müəyyən yaş həddinə çatmasına baxmayaraq vacib hərəkətləri edə bilmirsə, məsələn 4-5 aylıqdır başını dik tuta bilmirsə, 9-10 aylıqdır müstəqil otura və iməkləyə bilmirsə, 18 aylıqdır hələ də sərbəst yeriyə bilmirsə, artıq bu statomotor ləngimənin əlamətləridir deyə bilərik. Bu növ ləngimələrin bir neçə səbəbləri ola bilər. Nevroloji pozuntular, beyin qan dövranı pozuntuları, əzələ tonusunun yüksək və çox aşağı olması, genetik xəstəliklər, əzələ distrofiyası və ya sinir sistemi xəstəlikləri, raxitlik, D vitamini çatışmağı nəticəsində sümüklərin və əzələlərin zəifləməsi, digər bir səbəbi isə uşaqla kifayət qədər fiziki məşğul olmamaq, onu daim oturaq və uzanıqlı vəziyyətdə saxlamaq və başqa bu kimi səbəblər. Bu sahədə yaranan ləngimələr vaxtında müdaxilə edildikdə çox vaxt uğurla aradan qaldırılır. Bəzən inkişaf üçün sadəcə düzgün dəstək və peşəkar yanaşma lazımdır. Biz Cənub Psixologiya və Reabilitasiya Mərkəzi olaraq bütün fiziki inkişaf geriliyi olan uşaqların reabilitasiyasında təyin etdiyimiz xidmətlərə müəyyən zaman çərçivəsində verəcəyimiz nəticəyə həm zəmanət verir. Reabilitasiya prosesində əsas məqsəd uşağın gündəlik həyatda maksimum müstəqilliyini təmin etməkdir. Gəlin uşaqlarınızın fiziki gələcəyini birlikdə quraq. Onun hər kiçik hərəkəti böyük bir uğurun başlanğıcıdır. Siz də övladınızın ilk addımını bizimlə birlikdə atmasını istəyirsinizsə, Cənub Psixologiya və Reabilitasiya Mərkəzinə müraciət edə bilərsiniz.